Necəsiz? Bugün məndən bir günümü keçirirsiniz. Deməli, indi universitetə getməliyəm. Daha sonra biraz dərs oxuyacağıq kitabxanadan, sonra yenə dərsim var, sonra təlim keçəcəyik, sonra kursum var. Bugün mənlə fərqli yerlərə gələcəksiniz. Ümid edirəm ki, sıxılmarsınız, əylənərsiniz videoda. O zaman getdik. Girdim xəstəxanaya, indi tabana qüvvət, yuxarı çıxmıyorum. Dərsdən çıxdım. Dərs ginekologiya idi. Prosta çox da bir şey çəkəmədim dərsdə. Yəni, dərsə qulaq asırdıq. İndi gedirəm kitabxanaya. Kitabxana əsas korpusdadır. Mən bayaq xərdiq cərrahiyyədəydim. Belə. Biraz dərs oxuyacaq. Gəldik. Əsasa gəlib çatdıq. Burada cəmaat məzun çəkilişini hazırlaşır. Ay Allahım, 2 il keçsəydi də mən də bitirsəydim bu universiteti. Kitabxanaya gəl. Çıxdım, gedirəm psixiatriya dərsinə. Psixiatriya xəstəxanasına gedirəm, 28-dədir. Piyada gedirəm, təkəm. Heyf ki, bugün 2-ci saatimiz boş idi. Qrup yoldaşlarım hərəsi getdi bir yana, evə falan. Ona görə tək qaldım. Əslində bizim bugün ilin əvvəlindən 4 dərsimiz var idi. Yəni full dolu 4 dərs. Onsuz da həftədə demək olar ki, hər gün 4 dərsimiz var idi. Bir gün 2 dərsdən saat 2-də 3 dərsdən çıxırdıq. Amma şu semestrin axırı deyə çox fənlər qutarıb, ona görə baxın, ortada bir dənə boş dərs oldu. Həm onu kitabxanaya getdik. Yəni bu boş dərs ona görə yaranır ki, həmin fənlərin keçirmə müddəti artıq bitir. Tutaq ki, 10 həftə, son həftə bitib. Dərsə getməli olmasaydıq, oturub burada skamyaların birində kitab oxuyardıq. Buranı çox sevirəm. Dərs oxumaq üçün, gəzmək üçün çox sakit bir yerdir. Dərsdən çıxdım, gəldim evə. Təqribi bizim bir saat vaxtımız var. Təzədən universitetə getmək üçün təlim keçməliyəm çünki. Həmin vaxt dərsində kursun sözlərini təkrarlamalıyam, yemək yeməliyəm. Bir də universitetdə yarım litr falan su içmişdik. İndi də doldurmuşam suyumu, bir yarım litrdə indi içməliyəm. Qaç. Bir də gecə neçə günlərdir ki, gecələr çox az yatıram deyə. Yəni biraz da arada enerjim düşür, amma sırası qaldırmağa çalışıram özümü. Məsələn, dünən gecə
5-i qalmış falan yata bilmişəm. Yuxum hər şey çəkilib nədirsə. Səhər-səhərdə 8 işləmiş durmuşdum. Belə. İndi kursun sözlərini yazmışdım. Onları təkrarlamalıyam. Bu arada dedim ki, bəlkə sizə də maraqlı olar ki, nəyi nətər yazıram bura. Əslində çox sadə belə ifadələri və s. Kapiteldən, yəni həmin o hissədən çıxarıram. Sonra onları oxuyuram. Belə. Məncə, ümumiyyətlə kitabın üstündə bir şey işarələyəndə həmin o işarələdiyimiz şey çox da yadımızda qalmır. Mən gərək işarələdiyimi yenidən oxuyum və yazım harasa. Deməli, sözlərimi falan oxudum. Yəni, alman dilindən yazdığım qeydləri. İndi biraz güneş kremi yenilədim. Neysə də siz anladınız onu. Və biraz allık və gözaltı kapatıcımı da yeniləməliyəm. Meyalım artıq. Bu onsuz da sərdən nəmli, biraz sizə baxıb. Deməli, mənim gözaltlarım kifayət qədər çökük və qara gözaltlardır. Bunun üçün L'Oreal'ın True Match concealer'ını istifadə edirəm. Məndəki light medium'dur. Medium clear 2R görünür mü? Neyse, axır budur. True Match. Həm də serumdur deyə bir tərəfdən də göz altından yaxşı təsir göstərir. Bu Flormar'ın blush'dır. Bu isə Newell'in liquid blusher'ıdır. Bu hansı rəngidir mənki? 2 nömrəsidir. Bu arada orada qardaşım oturub söhbət edir deyə dostuyla səslər gəlir. Üzülü sayın, amma tələsirik. Biz də hazırlaşmalıyıq. Mən belə gündəlik demək olar ki, elədiyim makyaj, əsas makyajımın bazası güneş kremidir. Nə eləməsəm də həmişə güneş kremi vururam. Çox mu oldu acaba? Neyse, bu bulaşıdır, keçib gedər. Bu arada mən göz üstüme de keçirəm ki, biraz isitsin tonun. Yəni ağ durmasın da şeydən sonra, concealer'dan sonra. Da bir çıxan sabit deyil. Mən çox sabit qaş xoşlamıram deyə Eveline-ın bu qaş sabitləyicini almışdım. Mənim istədiyim kimi sabitləyir qaşlar. Yəni çox belə sərtləşdirmir. Mənim qaşlarımın elə olmağını xoşlamıram deyə mənim üçün bu idealdır. Bəlkə sizə də yarar toxunar. Yəni demək olar ki, çox sərtləşdirmir, çox bək, yəni sabitləmir. Bu cürdür Eveline Cosmetics'in qaş gelidir. Olivia'dan almışdım mən deyəsən. Deyəsən yox, hələ oradan almışdım. Şu mənim makyaj gündəlik açıq makyaj anlayışım. Tuş sürtmürəm. Çünki mən düşünürəm ki, istənilən tuş, YSL'in tuşundan tut, nə bilim, L'Oreal'dan tut, hamısına adi 2 manatlıq tuşlara qədər hər biri kiprikləri az da olsa zədələyir və tökür. Ona görə bacardığım qədər mən yəni, gündəlik hər gün tuş çəkən biri deyiləm. Bu cür. Amma gözümə, daha doğrusu kipriklərimə mən kiprik yağı çəkirəm. Bir də serum var, onu çəkirəm ki, kipriklərim uzasın. Baxın, mən kipriklərim əvvəl çox olmasa da, yəni düz kipriklərdir onsuz. Amma kipriklərim çox da uzun deyildi, qısaydı. Bayağı bir fərq var, çox fərq var.
sabitlədik. Belor Design'ın Spray Mist Fix-idir. Bunu da Olivia'dan almışdım. Qəşəng sabitləyicidir bu arada. Mən matlaşdıran şeyləri heç sevmirəm. Mat dəri də heç sevmirəm. Ona görə əsas mənim istədiyim matlaşdırmadan belə pürüzsüz, aydın bir görünüm verməkdir. Bu işi bacarır. İndi yemək yeyirəm. Tez 10 dakikaya yeməyimi yeyib qaçacağam. Belə bir şey yeyirəm. Mənə nuş olsun, sizə də xoş izləmələr olsun. Davam edirik. İndi çantadan tez bunları götürürük. Planşetlə götürüm. Hadi. Bunu da götürək. Dəftərimi də qoydum. Bir də təbii ki zarıqım. Tripodda qoyaq yadımdan çıxmışdı. Evdən çıxdım, indi universitetə gedirəm tez. Səhərdən təlim deyirəm. Heç deməmişəm ki, nə təlimidir. Deməli, debat təlimidir. Mən universitetdəki debat klubunun sədriyəm və hal-hazırda yeni gələn üzvlərimizə debat təlimi keçəcəm. Debat və birinci spikerliyi mən keçəcəm. Yəni debat haqqında məlumat, birinci spikerlik, 2 və 3 isə müvafiq təlimçilər keçəcək. Belə, mən qaçdım. Tık. Hava o kadar isinir ki, sırası pencereye çıkardım. Yani mümkün değildi de onunla gitmek. Deməli, əvvəlcə hər birinizi salamlayıram. Hər birinizə gəldiyiniz üçün və xayrınız üçün təşəkkür edirəm. Çünki hamımız tələbəsi və yorğun ardıcıl dərslərdən sonra bura gəlmək özü böyük bir işdir. Deməli, mən Azərbaycan Türk Universiteti Debat Klubunun sədri Aytar Cüzbəyeva. Sədrimiz mənəm, nə qədər sədri bayatında olmasam da elə olacaq. Bugün sizdən nəyə keçəcəyik? Bugün sizə debatın nə olduğunu başa salacağım. Debat haqqında ümumi məlumat, debatın prinsipləri və birinci spiker nədir, nə iş görür? Onu bildirim ki, mən özüm birinci spikerəm. Dəfələrlə Bakı Gənclər Debat Forumu, Respublika Gənclər Debat Forumunun ən yaxşı nalikləri, ən finalisi və bir sıra çoxlu turnirlərin qalibi natiklik sıralarına daxil olmuşuq. Sizə onu bildirim ki, bizim debat klub köklü debat klublardan biridir. Hətta Azərbaycanda debat camiyyəsi qurulanda ilk qurulan klublardan biri Azərbaycan Türk Universitetinin debat klubudur. 2024-cü ildə debat klubun 25 illiyi tamam oldu. 1999-dan bugünə kimi fəaliyyət göstəririk. Belə, həmişə debat klubumuzu təmsil edərkən arxanızda birinci mənim, daha sonrasında isə məndən də böyüklərin və məndən öncəki sədrlərin, debat klub hakimlərinin, məşqçilərinin olduğunu unutmayın. İstənilən turnirdə, istənilən bir situasiyada siz səhv belə olsanız, mən sizi daima qoruyacağım və daima sizin arxanızda olacağım. Çünki başqa klublardansa məndən öz uşaqlarım və siz lazımsınız. O barədə narahat olmayın. Yəni, istənilən situasiyada rahat olun ki, sizin tək qalmayacaqsınız ya da qorxmayın nədənsə. Çünki bəzən debat ortamı elə olur ki, o qədər xaotik olur ki, bəzən mən özüm də başımı götürüb çıxıb getmək istəyirəm. Amma bir müddətdən sonra o debat işqi insanı burada saxlayır. Vaxt itirmədən keçək artıq təlimimizə. Deməli, birinci sizdən soruşacağım ki, siz debat haqqında ümumən nə fikirləşirsiniz? Sizə görə debat nədir? Çox belə düzgün cavab verməyinizə ehtiyac yoxdur. Əlinizi qaldırıb fikrinizi deyin, yetərlidir. Buyur, dedim. Ondan bizə ki, ortaya bir fikir atılır və iki komanda olur. Bu komandalar bir-birinə zidd olan fikirləri müdafiə etməyə çalışır. Amma şərt odur ki, müdafiə edənin mövzu ilə əlaqəli argumentlər tapasan, bir də ki, spikerlərin özü işlər. Sağ ol. Başqa fikir olan var? Uşaqlar, aktiv olun. Sizlərdən biriniz deyin görün. Ardıcıllığın hamısı reglamentdir. Reglamenta uyğun getməlisiniz. Çünki reglamenta uyğun getməsə, sizin natiklik balınızdan, yəni şəxsi balınızdan bal çıxacaq. Bir komanda balı var, bir də sizin şəxsi balınız var. Şəxsi balın natikliyi deyil. Komanda balı deyil, komanda balı deyil. Şəxsi bal, natiklik balı qrup oyunlarında nəzərə alınır. Başqalarına necə bu mövzunu düzgün çatdırmalıyam. Yəni, eləmiş olsunuz, öyrənməyi öyrənmiş olsunuz. Təlimi keçdim, tutardım. İndi qaçıram kursa. 10 dəqiqə gecikmişəm deyə
Qaça getməliyəm. Belə. Təlim aslında yaş keçdi. Təzə debatçılarımız şirin idilər. Bax, görə indi turnirdə necə olacaq, necə çıxışa geçəcəklər. Hər birini birlikdə görəcəz. Kursa gəldim, çatdım. Arkada dairəyə Şakiri çağırır kimisi artıq. Burada qəşəng cümlələr yazılıb. Hətta burada başlayanları yadda saxlamaq üçün üsul kimi istifadə edə bilirik. Mən gevin olacaq. Sıx əməkdaşlıq. Cansu görə ona çatır başlayır özü suallar verir. Bəli, amma əvvəlcə bilmirsiniz, artıq Sizə bugünkü kombinimi də çəkim. Böyle bir şey. Əslində yaşlı açıqlarım da vardı. Prosta axşam dediyə taxmıram. Evet, düşdük yollara. Biraz yağış yağbay dostlar. Kursdan evə gedirəm. Yavaş belə xırda yağış atır. O qədər sevirəm ki, yağışlı gəzməyi. Amma xırda dedim, birdən dəhşət çoxaldı yağış. Neysə. Həmişə mən nə deyirəmsə tərs olur da. Veçni, o Haşim şeysən. Dostlar, mən evə gəldim. Prosta qurulamağa falan çalışıram. Buna baxın. Biraz su dəyən kimi saçlarım sırası qurulur mənim. Yəni zaten dağıl qıvırcığa yaxın deyə sırası qırılır. Qırılır nədir? Qıvrılır. İndi saat 9'dur. Onu işləyir 4 dəqiqə falan. Biraz istirahat eləyəcəm. Bəlkə də ona qədər. Sonra dərs oxumalıyıq. Bu arada mən biraz çay içirəm, nə bilim. Evrim Ağacı'nın videolarına falan baxıram. TikTok'un özümüzün videolarına baxıram arada. Belə. Gördüğünüz kimi sonraki gündə sizlə en son çay içəndə qalmışdıq. Obşin, mən indi gedirəm dərsə. Pediatriya uşaq xəstəliklər dərsidir. Dünən çayımı içəndən sonra biraz dərs oxudum. Sonra isə yatmışam. Çox yorğun hiss edirdim deyə özümü. Dərs oxuyanda da kameram falan açmağa, çəkməyə heç halım olmadı. Yavaş-yavaş öyrənəcəm amma onda. Belə. Bugünlər indi dərsim var. Uşaq xəstəliklər dedim də, pediatriya. Nizamidəyəm bu arada. Nizamidə OMD deyirdilər əvvəl. Orada keçirik pediatriya dərsini. Tibbə girmək istəyənlər nəzərində saxlasın ki, hər dərs şəhərin bir köşəsindədir. Məsələn, ağciyər xəstəlikləri Qarayevdədir, Vərəm dispanserində. Ya da nə bilim, bu Nizamidə, bəziləri TCK-da, psixiatriya 28-də. Böyle işte. Sabahlarım mənim, sabahlarım yox, əslində sabah olmayıb. Neyse. Sabah mənim çıxışım var TİF festivalında. Onun üçün biraz atcana heyecanlıyam. Çünki heç vaxt bu qədər böyük bir konferansda çıxış eləməmişəm. Yəni iştirakçı olmuşam, amma heç vaxt çıxışçı, məruzətçi olmamışam. Bu TİF festivalı universitetin 95 Heydər Əliyevin 102 iliyinə nəsr olunub. Türkiyədən, Özbəkistandan, Qazaxıstan, Qırğızistan, Rusiyadan, fərqli ölkələrdən həkimlər falan da gələcək. Orada mən də çıxış edəcəm. Tələbə elmi cəmiyyətində işim birinci yerə layiq görüldüyü üçün bu minvalda bu yolla çıxış edəcəm. Əgər bura qədər izləmişsinizsə, sizə bugünkü vloqum maraqlı gəldisə, abunə olmağı, like atmağı, şərhlərinizi, fikirlərinizi alta yazmağı unutmayın. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Vaxt ayırdığınız üçün. Fikirlərinizi mənimlə bölüşsəz, mənfi və ya müsbət,
çox xoşbəxt olaram. Bu cür. Sağ olun, salamat qalın.